Belə bir sual paylaşmışdıq. Klasterdə sual işarəsinin yerinə yazıla bilmək baxımından biri fərqlidir. Çox çaşdırıcı bir sual idi. Hətta sualı paylaşarkən qeyd eləmişdik ki, kim bu suala bir dəfəyə düzgün cavab versə, onun diqqət və savad baxımından problemi yoxdur. Və xoş mənada, yaxşı mənada təəccübləndim. Çox adam düzgün cavab verdi. Çünki bu cür çaşdırıcı suallar olanda çox adam o tələyə düşür. Bu dəfə isə artıq sualın məntiqini ilk baxışdan duymaq mümkün oldu. İndi isə sualın izahına baxaq. İzaha başlamamış qeyd edeyim ki, oktyabr ayının 21-i bizim növbəti onlayn qrupumuz başlayır. Filoloqlar üçün həm sertifikasiyaya hazırlaşan, həm də MIQ imtahanlarına hazırlaşan filoloqlar üçün dərslərimiz Zoom vasitəsilə keçirilir. Zoom proqramında hər dəfə canlı kamera açılır və eyni zamanda dərslərin linkləri də göndərilir. Zoom'un video yazısı da göndərilir. Kim həmin dərs iştirak edə bilmirsə onlara baxır. Ev tapşırıqlarının hamısının video yazısı göndərilir. DİM olsun, Vüqar Hüseynov test bankı olsun, ERM test bankı olsun. Bütün sualların izahı göndərilir və plus biz saysız hesabsız sınaqlar işləyirik imtahana uyğun və istər mövzu sınaqları, istər ümumi sınaqlar. Onların da hər birinin həm linkləri, həm də izah videoları göndərilir dərs qruplarına. Ətraflı məlumat almaq üçün və yaxud da qeydiyyatdan keçmək üçün 051 537 90 86 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. İndi gələk suala. Burada düz sözündən söhbət gedir. Yazılır ki, düz sözünün mənalarından biri çöl, düzəngahdır. Məsələn, cıdır düzü, bəli, belə bir mənası var. Həm morfoloji, həm sintaktik üsulla çoxaltma dərəcəsində işlənə bilər. Bu da düzdür. Bəzi sayların qarşısında işlənərək mənanı dəqiqləşdirir. Bu da düzdür. Məsələn, bir var deyir ki, 10-da gələcəm, saat 10-da. Və yaxud da belə deyək, 10 kitab gətirmişəm. Bəlkə kimsə düşünə bilər ki, onu belə yuvarlaqlaşdırıb deyir. Amma o deyəndə ki, düz 10 dənə kitab gətirmişdim. Yəni artıq o mənanı biraz da dəqiqləşdirir, konkretləşdirir. Bu da düzdür. Əmr şəklindədir, doğrudur. İcbar şəklindədir, yanlışdır. Çünki düz sözü icbar növdə deyil. Şəklində yox, növdə deyil təbii ki. Düzdür olsaydı icbar olardı. Və bunların hamısı düz sözünə aid deyil. Bir dənə D variantındakı fikir aid deyil. İlk baxışdan da cavab D variantıdır. Yəni bu səhv seçənlərin demək olar ki, hamısı D-ni seçmişdi. Amma burada bir məsələ var. Biz həmişə deyirik ki, yəni bu klaster tipli suallarda klasterin içi də önəmlidir. Yəni düşünə bilərsiniz ki, klasterin içində onsuz da müəllif özü verib də biz ona niyə baxaq təzədən? Burada dəqiqləşdirmə ola bilər. Dəqiqləşdirmə. Məsələn, bir var düz sözü, bir də var